Zaman artıq əvvəlki kimi hiss etdirmir. Günlər keçir, amma iz qoymur. Sanki hamısı bir-birinin təkrarı kimidir. Səhərlər açılır, axşamlar düşür. Amma arada nə yaşadığını belə xatırlamırsan. İçində daim bir yetişmə halı var. Bir şeylərə, bir yerlərə, bəlkə də özünə. Amma nəyə yetişməyə çalışdığını tam bilmirsən. Sadəcə dayansan, geridə qalacaqsanmış kimi gəlir. Və bu qaça-qaçın içində ən çox özünü təxirə salırsan. Özünü. Hiss etməyi, dayanmağı, həqiqətən yaşamağı, həmişə daha sonra edəcəksənmiş kimi. Amma bəlkə də məsələ heç bir şeyə yetişmək deyil. Bəlkə də ilk dəfə heç bir yerə tələsmədən sadəcə olduğun yerdə qala bilməkdir. Çünki insan çox vaxt itirdiyi zamanı deyil, itirdiyi özünü axtarır. İtirdiyi özünü axtarır.